Qəribə aləmdir. Zamanəmizdə idrak təbiətlə yarışa girmiş. Böyrək də, ürək də, qulaq da, göz də bədəndən bədənə köçürlərmiş. Bir maşın sahibi gərək olanda sınan hissələri alır dükandan. Deyirəm, İnsanın əzaları da aptekdə satıldı bəlkə bir zaman. Az mıdır insanın məgər dərdləri? Bu da bəşər üçün təzə təhlükə. Hazır fikirləri, düşüncələri başlara doldurub satdılar bəlkə. Böyrəyi, ürəyi dəyişmək asan. Bəs başı? Bu yerdə bir qədər dayan. Hər şeyi dəyişir axı baş, beyin. Baş özü, başları necə dəyişsin? İnsanın adına, şərəf şanına deyirəm, gəlməzmi bundan bir ləkə? Bir nadan güvənib öz imkanına, dahinin başına göz dikdi bəlkə. Ey həkim, gücünə inansan da sən bu yükü boynuna heç götürmə gəl. Ayırıb insanı öz aləmindən, ana təbiətlə bəhsə girmə gəl. Həkim, təbiəti gəl hakim sayaq, hifz edək bir səsin 100 ahəngini. Gücümüz çatsa da gərək pozmayaq bəzən təbiətin öz ahəngini. Dahinin beyninə qan sızdı birdən, cahil də qəzaya düşdü həmən gün. Cahilin başını öz bədənindən ayırdıq, dahini yaşatmaq üçün. Nə deyək? Kim öldü? Dahi ya cahil? Hansına yas tutsun qohum, qardaşı, dirilən kim oldu? Bu ki sir deyil. Dahinin bədəni, cahilin başı. Dahi yaşayacaq bir nadan kimi. Kimi aldadırıq burada? Biz kimi? Cahilin başıyla, düşüncəsiyle yaşayan o dahi yenə dahi mi? Hanı o əvvəlki əqidə, məslək? Əgər fikri yoxsa, özü sağ mıdır? Yaşamaq xətrinə fikri dəyişmək, məsləyi dəyişmək yaşamaq mıdır? Hanı o əvvəlki əqidə, məslək? Əgər fikri yoxsa, özü sağ mıdır? Yaşamaq xətrinə fikri dəyişmək, məsləyi dəyişmək yaşamaq mıdır? Yaşamaq xətrinə fikri dəyişmək, məsləyi dəyişmək yaşamaq mıdır? Məsləyi dəyişmək yaşamaq mıdır?